İlk olaraq başlayırıq Azərbaycandan. Bilirsiniz ki, Azərbaycanda və xüsusən də Bakıda mənzil bazarında tez-tez qiymətlər dəyişir və bu qiymətlər təbii ki, dəyişmək əsasən artmaqla bağlıdır və bununla bağlı Mərkəzi Bank da hesabat yayınlayıb və bildirilib ki, əsasən mərkəzi və ümumiyyətlə mərkəzə yaxın ərazilərdə əsasən bahalaşma müşahidə olunur və Mərkəzi Bankın deməli hesabatına əsasən son 5 il ərzində 2020-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46% artıb. İlkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir. 2020-ci ildə pandemiya əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub. Bu təbii bir haldır, çünki həmin vaxtı ümumiyyətlə bütün iqtisadi fəaliyyətlər demək olar dayanmışdı. Bəziləri əsasən onlayn ticarətlə bağlı məsələlər nisbətən öz fəaliyyətini davam etdirdi. Lakin sonrakı illərdə, yəni pandemiyadan sonrakı illərdə artım meyilləri müşahidə edilib. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub. Yəni, həm özəl binaların tikintisi, həm də bildiyiniz kimi ipoteka və kirayə mənzil bazarlarından bilirsiniz ki, onunla bağlı məsələlər nəzərdə tutulur. Sənədsiz evlərin sənədləşdirilməsi prosesində davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında da aktivliyin yüksək qalacağı gözlənilir. Və onu da bildirək ki, bu mərkəzi ərazilər və mərkəzə yaxın ərazilərdə artımdan bağlı həm də ipoteka kreditlərinin məbləği məsələsində burada artıma təsir edilir. Çünki verilən ipoteka məbləğlərində artım varsa, bu avtomatik olaraq mənzil qiymətlərində təsir edir.